mən Eli Film, yəni Eli Baxşızadə. Bugün sizə Adobe After Effects'in yeni bir versiyası, yəni CS6, ən axırıncı versiyası olan CS6'nın yeni birinci dəstəyini ən qrafik üzərində işləmək üçün 3D Trimax. Əvvəlcə bu proqram haqqında sizə biraz məlumat verim. Bəli, gördüyünüz kimi panelimiz açılır. Adobe After Effects CS6 çox gözəl, yəni ən axırıncı versiyadır və çox gözəl bir proqramdır. Bunun üzərində biz istədiyimiz hər hansı bir özəllikləri burada özümüzdən yox, proqram vasitəsilə kəşf edə bilərik. Adobe After Effects CS6 əsasən bunun dəyişikliyi nədən ibarətdir? Görkəmindən və burada ən axırıncı yeni effekt paketləri yüklənilib. Bəli, bax, buraya girsək effektdə əvvəlcə gəlin bir fayl götürək, yəni bir video götürək. Bunun üçün important file, burada bizim bir videomuz olmalıdır. Bunu D diskinə atmışıq. Bircə dəqiqə. Bəli dostlar, burada biraz qarşılıq oldu. Yenədən faylımızı buradan götürək. Bu paketin sizə tövsiyəm CS6 variantını, yəni ən axırıncı paketdə olanı götürməyə məsləhət görürəm. Çünki Adobe Effects CS6 çox gözəl funksiyası var. Yəni bunun CS4, CS5, CS5-dən fərqi çoxdur. Dəhşət dərəcədə çoxdur. İndi özünüz görəsiniz. Bəli, faylımız yükləndi. Əvvəlcə biz faylımıza nəzarət edinə play-ə basaraq yerindən oynadırıq. Gördüyünüz kimi faylımız yüklənilib. Sadəcə olaraq baxırıq burada. Bəli dostlar, faylımız normal bir fayldır. İndi mən bunun üzərində elə bir 3D formatında bir video işləmək istəyirəm. Bunun üçün effekt, yəni bu hissədə diqqətli olmağınızı sizə tövsiyə edirəm. Çünki bəzi dostlarımız bunun bir neçə dəfə edirlər, amma alınmır. Bunun üçün diqqətlə baxmaq və qulaq asmaq lazımdır. Effekt paketindən, yəni bir daha deyirəm, bu paket ancaq CS6 Adobe After Effects CS6 variantında var. Yəni bu paketi yükləmək də olar. Linkini Google'dan yazaraq linki yükləyə bilərsiniz. Bəli, buradan Effects paketindən Perspektiv 3D kamera tracker bildirəm. After Effects'in effekt paketindən Perspektiv 3D kamera tracker. Bəli, artıq onun üzərində bir dəfə vurmaqla bizi işimiz burada gözləmə olur. Çünki burada nöqtələr, yəni qrafiklər aşkarlanana qədər biz gözləməliyik. Burada faiz göstərir, artıq saniyələr qalıb. Dostlar, burada biraz diqqətli olmaq lazımdır. Çünki bu proqramda ən çox səbir lazımdır. Mən sizə tövsiyə edirəm Adobe After Effects'in CS6 variantını yükləyəsiniz. Çox gözəl və yenilikləri də çoxdur, effektləri də çoxdur. Demək olar ki, bunun bəli, artıq dostlar, baxın, bu nöqtələrin mənası nədir? Dostlar, bu nöqtələr məsələn üçün, bax, belə bir şey deyək də, bu nöqtələr sizə hər hansı bir faylı kökündə, yəni yerində saxlamaq deməkdir. Yəni mən bu nöqtələrdən birini seçib burada bu dairəvi işarənin mənası nədir? Bu deməkdir ki, mən burada bir
yer seçməliyəm. Sadəcə olaraq bu nöqtələrin yanına yaxınlaşdıqca onlar mənə yer göstərir. Mən burada onları kilitləyirəm. Kilitlədikdən sonra öz effekt paketimi bura yerləşdirirəm. Yerləşdirdikdən sonra isə artıq mənim videom hazır vəziyyətdə olur. Bunun üçün biz normal bir yer seçməliyik. Məsələn üçün bura olsun, pis deyil. Gördüyünüz kimi 3 nöqtə birləşir burada. Artıq o mənə hazır verir. Sadəcə olaraq mən buradan mausa, yəni mişqanın sağ düyməsini basaraq ikinci Trajet Salient and Camera. Trajet Salient and Camera. Yenə deyirəm, mouse'un sağ düyməsini basaraq ikinci panelimizə daxil oluruq. Bəli, gördüyünüz kimi artıq panelimiz hazırdır. Bunu bir dəfə oynatmaqla üzərinə bir dəfə vururuq. Bəli dostlar, görürsünüz, gördüyünüz kimi artıq yerinə kökləndi videomuz. Biz həmin köklədik bunu bura. Yəni bu 3D kamera ilə bunu bura kilitlədik. Burada heç bir tərpənmə ola bilməz. Baxın, gördüyünüz kimi hazır bir vəziyyətdə. Bəli dostlar, indi nə edirik? İndi isə biz buradan faylımızı seçək. Məsələn, bura nə qoymaq olar? Mən məsələn üçün istəyirəm ki, bura bir deyək ki, öz şəkilimi bura çərçivə kimi qoymaq istəyirəm. Əvvəlcə buradan çıxmırıq. Bunu saxlayırıq. Buradan Photoshop'a girərək. Photoshop da CS6'dır. Yəni sizə məsləhət görərdim ki, Photoshop CS6 variantı da çox gözəldir, effekti çoxdur. Ondan istifadə edəsiniz. Bəli, panelimiz açıldı. Buradan bizə lazım olanları götürək. Məsələn, üçün olsun bir şəkil götürək. Dala qaydaq. Öz şəkilimizdən birini seçək buradan. İndi buradan bir çərçivə götürək. Bunun üçün bir dəfə vurmaq lazımdır panelə qayıtmaq üçün. Google-dan girir bir çərçivə götürək. Yəni şəkilimizin qıraqları çərçivə olacaq, o da divara asılacaq. Buradan Google-aca girərək çərçivəmizi buradan seçib götürək. Buradan çərçivələr. Bəli. Bizə bir şəkil lazımdır. Bunun üçün baxırıq bu yanlardan normal bir çərçivə götürək. Məsələn üçün bu pis deyil. Çox gözəldir. Və bu olsun. Bəli dostlar, bunu götürək. Bu çərçivə bizə lazımdır. Bəli, internetdən çıxırıq. Artıq götürmüşük çərçivəmizi. Photoshop'a qaydırıq. Bəli, çərçivəmizi də buradan götürək. Bunun üçün birinci çərçivəni arxa fonunu yox edək. Bəli. İndi şəkilimizi də çərçivənin arxa fonuna yerləşdirək. Buradan diqqətli olmanızı tövsiyə edirəm. Yəni bura baxıb. Çünki bəzi dostlarımız var. Burada çətinlik çəkirlər. Bəli, sadəcə olaraq bunu üzərinə bir də vurmaqla çərçivənin arxa fonuna keçdim. Şəkilimiz. İndi biz buradan şəkilimizi balacalaşdıraq. Bəli dostlar, gördüyünüz kimi çərçivəmizi buraya yerləşdirdik. Çərçivəmizdə olan şəkli buraya yerləşdirdik.
Başlayın. Bəli, indi isə buna saxlanın eləyirik. Bəli dostlar, bunu şəkil kimi artıq şəklimiz hazırdır. Gördüğünüz kimi şəklimiz burada hazır olundu. Burada bir səhvə yol verdim. Şəklin qıraqlarına av fon qalıb, onları yox etmək lazımdır. İndi deyəsiniz ki, bunun Photoshop'a müraciəti nədir? Photoshop'un aidiyyəti çoxdur. Photoshop'la biz bunu işləyib, sonra Adobe ilə davam edirik. Bunu deyirdim mən. Arxa fonu gördüyünüz kimi. Onu biraz qaldıraq. Bəli. Saxlanıya. Bəli dostlarımız, artıq demək olar ki, şəklimiz hazırdır. İndi bu şəkili After'a qayıdırıq. Dərsimizdə olduğu kimi. Buradan yenə də file important fail həmin bu şəkili götürürük. Şəkili yaxınlaşdırırıq, bura gətiririk. Gördüyümüz kimi şəkil çox böyükdür. Razmerini balacalaşdırırıq mouse'la, yəni mişqa ilə. Bunu bura yerləşdiririk. Haradasa bura. Gördüyünüz kimi biz bunu tərpəcək, bura belə gedəcək. Şəkil demək olar ki, qaçır yerindən. Bunun heç bir aidiyyəti yoxdur. Bunun nədəni ona görədir ki, səbəb ona görədir ki, biz bunu kilitləməmişik. Bunu bura kilitləsək, şəklimiz bax, burada qalır. Bunu belə. Marağı olan dostlarımız da buna baxa bilər. Çox gözəl və maraqlı bir proqramdır. Bunu buradan yox edirik. Bunu biraz balacalaşdıraq. Bəli, videomuza baxaq. Gördüyünüz kimi videomuz kökləndi. Bəli dostlar, videomuz kökləndi. Hazırdır. İndi biz bunun rəng effekti verə biliriz buna. Auto yazaq bura, auto color yazanda. Bunun rəng effekti gəlir. Bunu sadəcə biraz tündləşdirək. Başlayın dostlar. Gördüğünüz kimi videomuzu biraz çox tündələdik. Bunu biraz açıq eləyək. Bəli dostlar, baxın. Videomuz hazırdır. Gördüğünüz kimi. Bunu save edək. Save RAM. Failimiz yüklənir. Saxlanın olunacaq. Bunu istədiyimiz papkaya atıram. Mən bunu burada saxlayıram. Saxlanın və paneldə olan işarənin dolmağını gözləyirəm. Bu CS6-nın ən axırıncı versiya olan proqramıdır. Biz indi onu sizə təqdim elədik. Əlbəttə ki, bu bizim birinci dərslimizdir. Bizim dərsliklərimizi YouTube-da və Google-da Eli Baxşızadə, bir də deyirəm, YouTube-da və Google-da Eli Baxşızadə yazmaqla oradan girib dərsliklərimizi götürə və ya öyrənə bilərsiniz. Bəli dostlar, buradan çıxırıq. Hazır olan videomuza baxaq bir yerdə. Siz də şahid olun ki, bu proqram nəyə qadirdir. Bəli,
Videomuza məsələn üçün mən birinci dəqiqə bu formatda baxım. Biraz gec açsanız amma bəli dostlar, artıq videomuz hazırdır. Sağ olun dostlar. Yeni dərslikdə görüşənə qədər hələlik deyirəm.